Salam dəyərli izləyicilər. Bu gün sizi Azərbaycanın ən qədim şəhərlərindən birinə, möcüzələrlə dolu Şəkiyə aparıram. Şəki təkcə gözəl təbiəti ilə yox, həm də İpək yolu üzərində əsrlər boyu formalaşmış zəngin mədəniyyəti ilə, memarlığı və əl işləri ilə seçilir. Burada hər küçə, hər daş tarixin səsini daşıyır. Hazırsınızsa, gəlin Şəkinin 2700 illik sirli aləminə birlikdə səyahət edək. 1. Şəkinin tarixi. 2700 illik şəhər. Şəki haqqında ilk məlumatlar eramızdan əvvəl 7-ci əsr gedib çıxır. Şəhər əsrlərlə Qafqazın ən mühüm ticarət mərkəzlərindən biri olub. Buradan keçən tacirlər karvansaralarda gecələyir. İpək və ədviyyatlarla yük dolusu karvanlar yola çıxırdı. Tarix boyu şəhər bir neçə dəfə dağ uçqunları və sel nəticəsində köhnə yerdən indiki mövqeyinə köçürdü. Maraqlı fakt. Arxeoloqlar Şəkinin köhnə hissəsinin tamamilə torpağın altında qaldığını müəyyən edib. 2. Şəki Xan Sarayı. Şərqin şah əsəri. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bütün Şərqin ən möhtəşəm memarlıq abidələrindən biridir. 1797-ci ildə tikilən bu saray xaricdən heç bir mismar istifadə olunmadan şəbəkə texnikası ilə inşa edilib. Sarayın pəncərələri 500-dən çox müxtəlif rəngli şüşə parçasının taxta qəliblərə birləşdirilməsi ilə hazırlanıb. Bu texnika dünyada yalnız Şəkidə qorunur. Divar rəsmlərində isə həm şahnamə, həm də şərq miniatür sənətinin elementləri var. Sarayın hər zalı ayrı bir nağıl, ayrı bir tarix danışır. Şəki, UNESCO-nun mədəni irs şəhəri. 2019-cu ildə Şəki şəhərinin tarixi mərkəzi və Xan Sarayı UNESCO-nun dünya irs siyahısına daxil edilib. Bu şəhərin yalnız yerli deyil, beynəlxalq səviyyədə də mədəni dəyərə sahib olduğunu göstərir. Şəki memarlığının şərq və qərb üslubları o qədər təbii şəkildə birləşib ki, sanki bir nağıl şəhəri yaradıb. Şəki, İpək diyarı. Əsrlər boyu Şəki İpək yolu şəhəri kimi tanınıb. Burada ipək emalı sənəti min illərlə davam edir. Sovet dövründə Şəki İpək kombinatı dünyanın ən iri ipək kombinatlarından biri idi. Maraqlı fakt. Şəki ipəyi bir zamanlar Avropaya, xüsusilə İtaliyaya ixrac edilirdi və Şəki ipəyi adı ilə tanınırdı. Bu gün də burada ipəkdən əl işləri, kəlağaylar və milli geyimlər istehsal olunur. 4. Kiş məbədi. Qafqazın ən qədim kilsəsi. Şəkinin Kiş kəndində yerləşən Kiş məbədi Qafqazın ən qədim xristian ibadətgahlarından biridir. Təxminən eramızdan əvvəl 1-ci əsrə aid olduğu düşünülür. Burada aparılan arxeoloji qazıntılarda qədim qəbristanlıq və 2000 illik insan izləri tapılıb. Məbədin yerləşdiyi yer Qafqaz Albaniyasının ruhani mərkəzi hesab olunur. Bu məbəd həm azərbaycanlılar, həm də digər xalqlar üçün müqəddəs sayılır. Şəki halvası, Azərbaycanın şirin simvolu. Şəki halvası təkcə desert deyil, bu şəhərin brendidir. Onun hazırlanması xüsusi ustalıq tələb edir. Nazik xəmir qatlarının arasına qoz, bal və ətirli hid əlavə olunur. Halva bişirildikdən sonra romb formalı dilimlərlə kəsilir və üzərinə qırmızı şəbəkə naxışı vurulur. Maraqlı fakt. Şəki halvası uzun məsafələrlə daşınsa da xarab olmur. Buna görə də qədim tacirlər onu yol şirniyyatı kimi aparırdılar. Şəki sənətləri və ustalığı. Şəki təkcə halvası ilə və ipəyi də deyil, həm də sənətkarları ilə məşhurdur. Burada misgərlik, ağac oymaçılığı, naxırçılıq, zərgərlik kimi sənətlər hələ də yaşayır. Şəhərin mərkəzindəki kiçik emalatxanalarda ustalar əsrlərdir dəyişməyən üsullarla əl işləri yaradır. Hər bir məhsulda Şəkinin ruhu, səbir, zövq və incəlik hiss olunur. Şəki nağıl kimi bir şəhərdir. Onun daş küçələrində tarix addımlayır, hər pəncərəsində işıqla rəngin oyunu gizlənir, hər halvasında bir ənənə dadır. Bu şəhər təkcə keçmişin deyil, həm də Azərbaycanın mədəni gələcəyinin simvoludur. Əgər siz də qədimliklə incəliyin birləşdiyi yerləri sevirsinizsə, Şəkiyə səyahət etmək mütləq planınıza salın. Videonu bəyəndinizsə abunə olun və növbəti bölgə üçün təkliflərinizi şərhlərdə yazın.